Salam əziz yüksələn tərəzilər. 2026-cı ilin iyul ayı şərtinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn bircə görə hazırlanır. Yəni, siz də yüksələn tərəzisinizsə, deməli tam olaraq doğru yerdəsiniz. 22 iyula qədər Günəş Xərçəng burcunda, yəni doğum xəritənizin 10-cu evində olacaq. Eyni zamanda Merkuri də burada yerləşir. Lakin təəssüf ki, Merkuri retro vəziyyətdədir. Merkuri retrosu 29 iyunda başlayıb 24 iyula qədər davam edəcək. 10-cu ev ilk növbədə karyera evidir. Eyni zamanda cəmiyyətdəki mövqeyinizi və sosial statusunuzu da göstərir. Bu dövrdə karyera ilə bağlı planlarınızı mümkün qədər təxirə salmanızı tövsiyə edirəm. Merkuri retrosu zamanı iş dəyişmək, yeni işə başlamaq, vəzifə artımı və maaş artımı istəmək üçün uyğun zaman deyil. Bu dövrdə rəhbərlərinizlə ünsiyyətdə də problemlər yarana bilər. Bir-birinizi səhv başa düşə bilərsiniz. Lazımsız incikliklər və anlaşılmazlıqlar da ola bilər. İş yerində özünüzü sübut etməyə çox çalışmayın. Çünki dedikləriniz yanlış başa düşülə bilər. Siz də başqalarını düzgün anlamaya bilərsiniz. Bu səbəbdən karyera sahəsində də mümkün qədər sakit davranmaq lazımdır. Məlumat təhlükəsizliyinə diqqət edin. Masanızın üzərində vacib sənədlər saxlamayın. İş kompüterinizi qoruyun. Merkuri retrosu elektron cihazlarda da problem yarada bilər. Vacib sənədlərin ehtiyat nüsxəsini çıxarmağınız faydalı ola bilər. 10-cu ev həm də ailə, valideynlər, həyat yoldaşı, uşaqlar ilə bağlı mövzuları da idarə edir. Bu dövrdə ailə münasibətlərində problem yarana bilər. Ailə üzvlərindən birinin problemi ilə daha çox məşğul ola bilərsiniz. Bu sağlamlıq mövzusu da ola bilər və ya köhnədən qalan ailə problemləridir. Belə məsələləri bu dövrdə həll etməyə çalışmayın, çünki heç kim bir-birini düzgün başa düşməyəcək. Bu dövrdə evlənməyi də məsləhət görmürəm. Merkuri retrosu zamanı evlilik üçün uyğun enerji yoxdur. Ailə münasibətlərinə və həyat yoldaşınızla ünsiyyətə də diqqət edin. 22 iyuldan etibarən Günəş Şir burcuna, yəni sizin 11-ci evinizə keçir. Artıq Yupiter də bir il müddətinə Şir burcunda, yəni sizin 11-ci evinizdə olacaq. Üstəlik, 22 iyuldan etibarən Günəş Yupiter qovuşumunda baş verəcək. Artıq uzun müddətdir təxirə saldığınız arzular və planlar yenidən hərəkətə keçəcək. Daxilinizdə böyük bir enerji hiss edəcəksiniz. Yeni planlar qurmaq, sosial həyata qarışmaq istəyəcəksiniz. Günəşin 11-ci evdən keçməsi çox uğurlu bir tranzitdir. Bu dövr karyeradan əldə etdiyiniz gəlirlər baxımından da əlverişlidir. Peşəkar çevrədə diqqət çəkə bilərsiniz. Yüksələn tərəzi olduğunuz üçün münasibətlər sizin həyatınızda çox önəmlidir. Bu dövrdə sosiallaşmaq sizə çox yaxşı təsir edəcək. Yeni dostluqlar və görüşlər baxımından da gözəl enerjilər var. Günəş-Jupiter qovuşumu 22 iyuldan başlayaraq 3 avqusta qədər davam edəcək. Lakin Merkuri retrosu 24 iyulda bitdiyi üçün xüsusilə 27 iyul 3 avqust tarixləri çox uğurlu görünür. Bu dövr yeni layihələr, yeni başlanğıclar və xüsusilə karyera ilə bağlı addımlar üçün çox əlverişlidir. Düşünün ki, başlayacağınız işin doğum xəritəsində Günəş-Jupiter qovuşumu olacaq. Bu çox güclü və uğurlu göstərici. 29 iyuldan Dolça burcunun 6 dərəcəsində dolunay baş verəcək. Dolça sizin doğum xəritənizdə 5-ci evinizdir. Dolunayın işığı 5-ci ev mövzularınızı ön plana çıxaracaq. 5-ci ev sevgi evidir. Bu səbəbdən 29 iyul ətrafında təxminən bir həftə 10 günlük müddətdə sevgi həyatınızda çox mühüm hadisələr yaşana bilər. Məsələn, həyatınıza yeni biri daxil ola bilər, yeni tanışlıq başlaya bilər və artıq çox problemi olan bir münasibət sona çata bilər. Ümumiyyətlə, bu dolunay mənfi görünmür, əksinə kifayət qədər müsbətdir. Məni narahat edən yalnız Merkuri retrosunun yaratdığı təsirlərdir. Merkuri retrosu münasibətlərdə ciddi ünsiyyət problemləri yaradır. Ümid edirəm ki, bu səbəbdən dəyərli bir münasibəti lazımsız anlaşılmazlıqlara görə itirmərsiniz. Sevgi həyatınızda çox böyük inkişaflar ola bilər. Birdən-birə həyatınıza yeni biri daxil ola bilər. Gözlənilmədən kiminləsə tanış ola bilərsiniz. Yaxud da artıq çox problemli olan bir münasibətiniz varsa, nəhayət sona çata bilər. 5-ci ev eyni zamanda uşaqlar evidir. Bu dövrdə gözlənilməz hamiləlik xəbəri də ala bilərsiniz. Övladınızın həyatında mühüm bir hadisə baş verə bilər. Onlarla bağlı hansısa məsələ gündəminizə gələ bilər. 5-ci ev həm də istedadlar evidir. Bəlkə də uzun müddətdir məşğul olduğunuz bir hobbinizi inkişaf etdirmək qərarına gələcəksiniz.
Hətta artıq bu hobbini peşəyə çevirəcəksiniz. 5-ci ev investisiyalar evidir. Bu səbəbdən investisiyalarla bağlı bəzi mövzular da ön plana çıxa bilər. Əziz yüksələn tərəzilər, bu dolunay 5-ci evinizdə 6 dərəcədə baş verir. Əgər doğum xəritəsində IC nöqtəsi həmin sahədən keçərsə, IC nöqtəsi doğum xəritəsinin ən aşağı nöqtəsidir. Bəzən 3-cü, 4-cü və ya 5-ci evdə yerləşə bilər. Əgər sizdə 5-ci evdədirsə, IC üzərində baş verən bu dolunay qəfil köçməyi, yaşayış yerini dəyişməsini və ailə ilə bağlı mühüm hadisəni aktivləşdirə bilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşəlim.